Salam, hörmətli izləyicilər. Bugünkü buraxılışımızda futbol meydançalarında süni ot örtüklərinin yaratdığı ciddi fəsadlardan və problemlərdən bəhs edəcəyik. Bütün bu məsələlərin kökündə kimlər dayanır və bu məsələlərə məsul şəxslər kimlərdir, hamısına aydınlıq gətirməyə çalışacağıq. Hazırsınızsa, başlayırıq. Azərbaycanda futbol infrastrukturu ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri meydançaların böyük hissəsinin təbii ot deyil, süni örtü ilə təmin olunmasıdır. Bu, xüsusilə regionlarda və aşağı liqalarda daha açıq şəkildə görünür. Mütəxəssislər bildirirlər ki, ölkədə futbol üçün nəzərdə tutulan meydançaların əksəriyyəti məhz süni ot örtüyü üzərində qurulub. Bunun əsas səbəblərindən biri iqlim və baxım faktorudur. Təbii ot örtüyü daim suvarma, gübrələmə, torpaq qulluq sistemi və xüsusi texniki xidmət tələb eləyir. Süni örtü isə daha az xərclə uzun müddət istifadə oluna bilir. Digər mühüm məqam isə maliyyə məsələsidir. Bir çox hallarda süni meydançaların qurulması və saxlanılması daha sərfəli hesab olunur. Lakin məsələnin digər tərəfi də var. Futbol mütəxəssisləri və idman həkimləri süni örtülü meydançalarda zədələnmə riskinin daha yüksək ola biləcəyini qeyd edirlər. Xüsusilə diz və topuq oynaqlarına düşən yükün artması oyunçuların sürüşmə və dönmə zamanı daha çox zədə alması ehtimalını yüksəldir. Bundan əlavə, oyun keyfiyyəti baxımından da fərqlər yaranır. Peşəkar futbolçuların bir çoxu təbii örtüyüdə topun hərəkətinin və oyunun tempinin daha uyğun olduğunu bildirir. Süni meydançalarda isə topun sıçrayışı və sürəti fərqli olur. Bu da oyun üslubuna öz təsirini göstərir. İlkin bəy, əgər biz bugünkü mövzumuzda süni ot örtüyünün fəsadlarından bəhs ediriksə, bir həkimin düşüncələri çox maraqlıdır. Çünki istəyirəm ki, izləyicilər real olaraq bunun fəsadları nədir onu görsünlər, bir həkimin dilindən eşitsinlər. Mən istəyərdim ki, sizə müraciət eləyən o uşaqlar, az yaşlılar, hansı ki futbolla məşğul olur süni ot örtüyündə, hansı daha çox xəstəliklərlə qarşılaşırlar və sonrası necə olur bunun? Əsas problemlər süni ot örtüyündə ola bilir. Burada uşaqların daha çox hərəkətlənməsi zamanı, sürətlənməsi zamanı ayaq bağlarında, el dilində desək, topuq nahiyəsində dartınmaların, zədələnmələrin ən çox baş verməsinə gətirib çıxarır. Həmçinin diz nahiyəsində. Yayalarında bu süni ot örtüyünün düzgün sulanmaması ən çox əsas şeylərə gətirir, çıxarır. Yəni, süni ot örtüyünə nəzarəti zəif olduğuna görə də problem yaradır. Bəli, mütləq şəkildə nəzarət olunmalıdır, ona qulluq olunmalıdır. Süni ot örtüyünün ən ağır fəsadı nə ola bilər? Yəqin ki, qaçış zamanı yıxılma, Bəli, yəni ən çox burxulmaların, sınıq qırılma. Bəli, əsas ayaq bağlarında, topuq nahiyəsində bağların, vətərlərin dağıtılmasına, hətta qopmasına gətirib çıxara bilər bunlar. Belə olduğu halda müalicə müddəti də yəqin ki, uzun çəkir. Çox uzun müddət, yəni elə olur ki, bir ay müddətinə uşaq idmandan kənarda qala bilir, hərəkəti məhdudlaşdırır. 50-60 yaşında oynaqlar arası iliklərin yeyilməsi baş verirsə, bizdə artıq uşaq dövründən o sürüşmələr baş verir. Bəli, həm də oynaqlara çox ciddi fəsadlar göstərir. Çünki bizim bu yaş qrupumuz Azərbaycan çempionatının 10 və 11 yaş liqalarında oynayır. Bəli. Demək olar ki, il boyu biz artıq 3-cü ildə oynayırıq Azərbaycan çempionatında. Demək olar ki, artıq 3-cü ildə biz bununla rastlaşırıq ki, hər mövsüm bizim 2, 3, hətta 4 zədəli oyuncularımız olur ki, 2 ay ya 1 ay, elə olur 3 ay. Uzun müddətli xeylaq, 2 ay zədəyə görə. Uzun müddətli zədəlik var. Burada da göstərə bilərəm. 2 oyuncumuz var ki, təzəlikcə zədədən qayıdıb. Amma biri var futbol içində olan zədələr, kontaktlı zədələr, ikili mübarizələrdə, o normaldır. Amma biri də var meydançanın verdiyi zədələr, yəni sırf oynaqlardan olan müalicədir. Düzdür, o şeyin adı yadımdan çıxıb, ən çox dizin aşağı nahiyəsində olan fəsad yaradır orada. Fəsad yaradır, bəli. Onun da müalicəsi uzun çəkir. Elə olur 2 ay çəkir, elə olur 3 ay çəkir. Yəni uşaqdan uşağa fərqi var, bəli. Çünki elə uşaq var, tez inkişaf eləyir, o müalicənin ötəsindən özü gələ bilir, yəni müalicə elə. Bədəndən də çox eləsi var ki, amma hətta 5 ay çəkən var. Bizdə Novruz adında uşaq var ki, o uşaqda 5 ay o müalicə çəkib ki, 5 aydan sonra müalicə prosesi gedir.
təbii ot örtüyündə məşğul olan uşaqlarla süni ot örtüyündə futbolla məşğul olan uşaqlar arasında hansı fərqləri var əsas? Belə deyim də, əsas o təbii ot örtüyündə Bəli. zədələnmələr maksimum Riski şəkildə aşağı aşağı olur, maksimum şəkildə aşağı olur. Plus belə deyim, dəridə o yıxılan zaman uşağın dizlərində olan məsələn yaralanma, qollarında olan yaralanmalar süni ot örtüyündə daha çox olur. Amma təbiidə bu risklər çox aşağıdır və təbii ot örtüyündə əlbəttə ki, üstünlükləri çoxdur. Mütəxəssislər bildirir ki, düzgün olmayan ayaqqabı seçimi də zədə riskini artıran əsas amillərdən biridir. Süni ot örtüyünə uyğun olmayan butlər sürüşmə və yıxılma kimi halları artırır. Təbii ki, belə olduğu məqamlarda da birbaşa olaraq zədə riskləri çoxalır. Bəzi firmalar var, yəni keyfiyyətli, keyfiyyətsiz. Biz indi məsləhət görürük ki, hansısa firmanı daha yaxşı olacaq ki, sənin zədələnmə riskin azdır. Ayaq barmaqlarında yanmaların, suluqların yaranması daha az olacaq keyfiyyətli ayaqqabıdan istifadə etdikdə, keyfiyyətli butlərdən istifadə etdikdə. Buna biz məsləhət görürük əlbəttə ki, uşaqlar. Süni ot örtüylü meydançalarda texniki yoxlamaların vacibliyi də qeyd olunur. Valideynlər isə məsul qurumlardan bu nəzarətin gücləndirilməsini tələb eləyir. Tək Azərbaycanda yox, dünyanın bir çox yerlərində bir növ artıq belə trenda çevrildi bu süni idman meydançaları. Çünki nəyə görə? Daha tez, tikintisi daha tez başa gəlirdi. Eyni zamanda qulluq eləmək də daha rahat idi və harda istəyirdin, hansı formatda istəyirdin, nisbətən mini və yaxud da böyük meydançalar sala bilirdin. Bu istiqamətdə də Azərbaycanda da bir dönəm o yanaşma tətbiq olunmağa başladı. Hələ də davam edir. İndi yeni salınan meydançalara da baxırıq. Süni ot örtüydür və bunun da idmançının, xüsusilə futbolçunun səhhətində müəyyən fəsadlar yarada bilir. Hətta eləsi var, xroniki zədələrə gətirib çıxarda bilir ki, və hər birimiz eşidirik ki, diz problemləri var futbolçuda. Onun ümumiyyətlə salınmasından artıq, inşa edilməsindən bu yana bütün problemlər həyata, o süni meydançalar salınanda da gərək texnoloji ardıcıllığa düzgün riayət olunmalıdır. Yəni onun altındakı torpaq zəmini, onun müəyyən texnoloji mərhələləri var, orada istifadə olunan inşaat materialları sırf standartlara cavab verməlidir ki, həmin o zədələr minimum endirilsin. 4 ildir futbolla məşğulam və bizim məşqlərimiz süni otda keçir. Buna görə də çox dostum və məndə də olub ki, zədələr baş verir. Çalışıb qorumaq lazımdır ki, zədələnməyək. Məndə də diz qapağım çatlamışdı və bunun da səbəbi süni otdur. Real otda oynamaq, süni otda oynamaqdan daha keyfiyyətlidir ki, yaxşıdır ki, zədələrin qarşısını alır və uşaqlar daha az zədələnir və insanlar da daha az gəlib buna nəzarət eləyirlər. Buna nəzarəti artdırsaq da çox yaxşı olur. Əgər klublarda oynayırsa uşaq, onların hər birinin, bilirsiniz, AFFA-nın lisenziyalaşdırma qaydalarında da ki, həmin o klubların altyapı komandaları olmalıdır və bu komandalarında hər birinin həkimi olur, istər məşqlərdə çoxunun həkimi olur. Məsələn, mən Azərbaycanda fəaliyyət göstərən Neftçidir, Qarabağdır, Araz Naxçıvandır və s. bu klubların adını çəkmək istəyirəm. Sabahdır, məşqlər olur və xüsusilə daha çox müqaviləli klinikaları olur. Yəni idman zamanı, məşqlər zamanı və yaxud da oyunlarda zədələnmiş futbolçular klub tərəfindən qarşılanır. Yəni biz belə görmüşük. Ən böyük problemlərimizdən biri də odur ki, akademiya deyilik. Akademiya olanda artıq klubun həkimi olur. Həkim o müalicəni, klub o müalicəni boynuna götürür, müalicə eləyir. Amma bizim kimi fərdi klublar, məsələn, Laçın İdman Klubu kimi fərdi klublarda bizim həkimimiz yoxdur. Məcburuq ki, biz onu ya uşağın valideyni, indi bacardığımız qədər öz köməklərimizlə eləyirik ki, amma rəsmi şəkildə deyil də, yəni yönləndiririk ki, yəni bu futbol meydançasında alınan zədəni adi həkim yox, futbol həkimi müalicə eləyəndə daha tez uşaq tez müalicə olunur. Amma belə yəni maliyyə tərəfin valideynin öhdəliyinə buraxılır.
Təkliflərim budur ki, xüsusilə biz futbol infrastrukturunun inkişaf etdirilməsini istəyiriksə, bu məsələlərə kompleks yanaşılmalıdır. Məsələn, hansısa klub hardasa süni meydança və yaxud da təbii meydança belə yaradırsa, müvafiq qurumlarla həmin o UEFA-nın standartlarına uyğun olaraq razılaşdırılmalıdır. Burada problem nədən yaranır? Süni ot örtüyü ümumilikdə tək bir problem deyil. Əgər problem yaradırsa, kompleks problem yarada bilir. Məsələn, ola bilər süni ot örtüyü ən belə yüksək klassifikasiyada olan ot örtüyü, orada kavralet ora döşənib, amma onun altında olan onun trambovka işləridir, onun torpaq işləridir və yaxud da hansı mərhələlərdirsə, onun izolyasiya mərhələləri varsa, düzgün həyata keçirilməyibsə, o da problem yarada bilər. O tək süni ot örtüyündən yaranan məsələlər deyil. Ona görə düşünürəm ki, burada tək tövsiyələr kompleks yanaşılmalıdır. Yəni müvafiq futbola cavab verən qurumla razılaşdırılmalıdır bu stadionlar tikilərkən. Son zamanlar süni ot örtüyündə məşq eləyən uşaqlar arasında zədə hallarının artdığı müşahidə olunub. Valideynlər isə əsasən diz, topuq və bel nahiyələrindən şikayət edirlər. Mütəxəssislərin bir çoxu isə bu zədələri məhz süni ot örtüklərinin keyfiyyəti ilə əlaqələndirirlər. Nə kimi fəsadlarla daha çox qarşılaşırsınız müəllim olaraq? Problemlər nələrdir daha çox? Bizim uşaqların süni örtülü meydançada məşq eləmələri, bütün biz respublika oyunları deyirik. Yəni Azərbaycan çempionatı 8 liqasından 19 liqasına qədər keçirilir. Demək olar ki, 95% meydançalar süni örtülü meydançalardır. Yəni, bunun da bizim uşaqlara bir tərəfdən xeyri var, bir tərəfdən ziyanı var, amma xeyri demək olar ki, 10%, 15% ehtimalı var. Xeyri nədir ki, məsəl üçün? Xeyri odur ki, məsəl üçün qışda meydançanın su olma ehtimalı az olur, palçıq olma ehtimalı az olur. Təbii otda məsəl üçün su olanda meydança daha sürüşkən olur, palçıq olur. O da uşaqlara problem yaradır oynamaqda, çempionat oyunlarında, məşqlərdə də. Amma süni örtüyün demək olar ki, bizim üçün bir dənə xeyri qış mövsümündədir ki, uşaqlar rahat futbol oynaya bilir. Amma fəsadına gələndə Fəsadı çoxdur bilirik. Fəsadı daha çoxdur. Çünki uşaqlar futbola gəlirlər, düzdür, ümumi inkişaf elətdirici hərəkətlərlə bərabər inkişaf eləyirlər, amma inkişafla bərabər demək olar ki, aşağı ətraf deyək də, aşağı ətraf oynaqları, bəli, topuq, ayaq, diz oynaqları, hamısı demək olar ki, bir növrədən artıq zədəliyir. Çünki uşaqlar artıq 13, 14, 15 yaşa çatanda böyük oynaq problemləri çıxır. O da valideynlərlə bizim aramızda münaqişə yaranır. Ya bizi günahlandırırlar ki, məşqləri düzgün vermirik. Əslində biz deyə bilmirik ki, süni örtülü meydançada oynaqların hədsiz zədələnməsi olur. Valideyn olaraq xüsusilə bu zədələrin baş verməməsi üçün bu həkimlə tez-tez ümumiyyətlə bu futbol sahəsində məşğul olan uşaqların valideynləri həkimlə daimi əlaqədə olmalıdır. İmkan daxilində süni ot örtüyündə idman məşq edirsə, futbol oynayırsa uşaq, mütəmadi olaraq həkim kontrolundan və yaxud da müəyyən o ölçü vasitələrindən istifadə olunmaqla yoxlanılmalıdır. Çünki elə zədələr olur ki, sən onu bilmirsən, bir müddət sonra, bir il, 2 il sonra görürsən ki, problemlər yaranır. O, uşağın orqanizmindən də çox şey asılı olur. Məsələn, nümunə gətirim, oskut şilətdir deyilən bir xəstəlik. Artıq biz valideynlər, uşaqlarımız idmanla məşğul olur, məcbur ki, həkim də olmuşuq. Bütün o xəstəliklərin hamısının adını bilməyə məcbur olmuşuq. Bu hardan yaranır? Baxırsan, uşağın müəyyən 12-15 dönəmində, yaş dönəmində boy uzanma, inkişaf mərhələsi olur və süni ot örtüyündə məşq eləyəndə hər kəsdə bir cür fəsadlar verə bilir. Elələrində ola bilir şişkinlik ola bilir, eləsində ola bilir ağrı vermir, ancaq hiss eləmirsən də axsıyır. Eləsində də ola bilər ki, heç hiss eləmirsən. Ona görə daimi olaraq nəzarət altında saxlanılmalıdır uşaqlar. Bir məqamı da öyrənmək istəyirəm. Hal-hazırda məşq prosesi, məşq hazırlığı gedir. Bəs böyük yarışlara çıxan zaman uşaqlar daha çox orada yenə süni ot üzərində yarışırlar, yoxsa təbii ot? Çünki bu məqamı da məşqçilər qeyd edirlər ki, biz məşqləri süni ot örtüyündə eləyirik, amma professional şəkildə artıq yarışlara çıxdıqda təbii otu görəndə uşaqlar çox çətinlik çəkirlər. Bu da yəqin ki, böyük problemlərdən biridir. Belə deyərdim də, mən artıq 45 ilimin, demək olar ki, 35 ilin futbolda keçirmişəm. Özüm də oynamışam, uşaq futbolundan professional səviyyəyə qədər oynamışam. 20 ilə yaxında məşqçi işləyirəm.
mən son 30 ildə demək olar ki, bizim təbii meydança, bir idman institutu meydançası qalıb, bir də Buzovnada olan meydança qalıb ki, uşaq futbolu üçün oynamağa icazə verirlər. Amma qalan meydançalar demək olar ki, bizim Premyer Liqadan başqa heç bir klublara icazə verilmirlər. Yəni sırf əgər biz 19 yaşa qədər, yəni dediyim kimi 8 yaşdan 19 yaşa qədər bizdə uşaqların birinciliyi keçirilir. Demək olar ki, 95% klublar hamısı süni örtülü meydançadan istifadə edir ki, o da bizim uşaqlara həqiqətən fəsadların çoxdur. Məsəl üçün biz Buzovnada, Xəzri Buzovnanın köhnə meydançası var. Ora gedəndə uşaqlar təbii otda elə bir ki, oyun, necə deyim, oyun oynamaq tərzi tam başqa olur. Biz bir məqamında araşdırdıq ki, əslində dünyada süni ot örtüyündən, xüsusilə az yaşlılar kateqoriyasında çox istifadə olunur. Amma ki, fərqimiz ən çox bundan ibarətdir ki, süni ot örtüyü olsa belə burada nəzarət mexanizması güclü olmalıdır. Mütəmadi dəyişilməlidir, baxımı olmalıdır, nə olsun ki, süni ot örtüyüdür. Yəni, valideyn də qeyd etdi ki, süni ot örtüyünün baxımı çox vacibdir. Amma biz hal-hazırda yaxından biz bunu göstərəcəyik təbii ki, süni ot örtüyü üzərindəyik və bu çox bərbad vəziyyətdədir. Heç yaxşı vəziyyətdə deyil və təbii ki, bu otun üzərində də uşaqlar məşq edirlər və yıxılma halları çox olur. Bəs nəzarət mexanizminə kim, belə deyək, məsul şəxsi, kimlər bunu gəlib mütəmadi yoxlamalıdır, dəyişməlidir, baxımını etməlidir? Bu da böyük bir məsuliyyətdir, ayrıca bir sahədir. Burada vəziyyət necədir? Bir məşqçi olaraq istəyərdim ki, baxın, bu zalda məşq edirsiniz məsəl üçün. Kimsə gəlib buna baxır, yoxlayır otu ümumiyyətlə. Xeyr, o məqama toxunacağam, amma qısa bir şey deyim ki, yəni sırf bu meydançaların quruluşunu, yəni kim nəzarət edir, kim gətizdirir, onu mən bilmirəm, amma meydançalar bizə qonşu ölkələr deyəndə, indi biz müəyyən yarışlara gedəndə orada olan süni meydançaları görürük. Məsəl üçün Gürcüstanda, Türkiyədə onların süni örtülü meydançaları demək olar ki, təbii ot deyil, amma tam yaxın olur. Çünki uşaqlar həm zədələnmələri az olur, həm məsəl üçün uşaqlar oyunda sürüşmə fəndindən istifadə edəndə ayaqları necə deyirlər? Yəni o zədələr almırlar. Bir də ki, yəni müəyyən bir qurumlar olmalıdır ki, sırf bu meydançalara nəzarət eləməlidir ki, yəni əgər burada uşaqlar məşq edirsə, biz onun keyfiyyətinə önəm verməliyik. Yəni plus da məsəl üçün mən düzdür danışacağam, bəlkə qınayacaqlar, amma bizim meydançaları, mən yenə deyirəm, Türkiyədə, Gürcüstanda biz bunu görmüşük. Meydançalar daranmalıdır, yəni yatmasın, bu süni olsa da yatmasın, sulanmalıdır. Yəni biz buna, yəni ən elementar olan şeylərə diqqət yetirmirik, gözdən qaçırırıq. Nəticədə bu meydançanın demək olar ki, altı, əgər müəyyən bir hissəsində qaldırıb baxa bilsək, altı betondur. Amma beton olmamalıdır, drenaj sistemi olmalıdır, amortizasiya olmalıdır ki, uşaqlar burada rahat məşq eləyə bilsinlər. Yəni, demək olar ki, sadəcə olaraq nazik bir xalça deyim də, belə xalça sərilir. Araşdırmalarımız onu göstərir ki, problem yalnız süni ot örtüyündə deyil, eyni zamanda nəzarət mexanizmindədir. Bizdən isə bugünə bu qədər hörmətli izləyicilər. Digər buraxılışlarımızda araşdırmalarımıza davam edəcəyik. Sağ olun, sağlıqla qalın.